Sürücülərin nəzərinə yollarda diqqətli olun, yol hərəkəti qaydalarına əməl edin. Bundan sonra yollarımızda xüsusi rəng qrafikası və üzərində yazısı olmayan yol patrol maşınlarını görəndə də təəccüblənməyin. Sizin hər hərəkətiniz nəzarətdə olacaq. Nərmin Adil qızının reportajı. Paytaxtda gizli yol patrollar fəaliyyətə başlayır. Sürücülər bundan sonra yollarımızda xüsusi renk qrafikası və üzərində yazısı olmayan patrol avtomobillerini görəndə təəccüblənməsinlər. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev deyir ki, məqsəd sürücülərin bütün yollarda yol hərəkəti qaydalarına riayət etmələrini təmin etməkdir. Bu məqsədlə yaxın vaxtlarda əlavə nəqliyyat vasitələri də gətiriləcək. Bugün şəhərdə kimsə bir qayda pozuntusuna yol verməzdən əvvəl həmişə çalışır ki, baxsın hardasa patrolun və yaxud da ki, həmin əraziyə nəzarət edən kameranın olub-olmamasına diqqət yetirsin və yoxdursa, burada qayda pozuntusuna yol versin. Amma artıq belə qayda pozuntusuna görə yol vermək istəyən şəxslər artıq onların gözü nə patrolu, nə də kameranı axtarmayacaq. Çünki o patrol və o kameranın özü də onun ya qarşısında, ya arxasında, bəlkə də yanında ola bilər. Bu cür xidmət ilk növbədə sürücülərin yollarda yüksək sürətlə hərəkət edərək təhlükə yaratmalarının qarşısına olacaq. Belə hallarda sürücülərin bir-birinə məlum uzaq vuran işıqları qırparaq, qarşıda yol patrol avtomobilinin olması barədə xəbər vermələrinin heç bir xeyri olmayacaq. Kamran Əliyev deyir ki, sürücülər üzərlərində daim nəzarət hiss etsələr, daha məsuliyyətli olacaq, qaydaları pozmayacaqlar. Bu xidmətin aparılması zamanı əlbəttə ki, əgər qayda pozuntuları aşkar olunarsa, elə həmin patrol avtomobillərin içərisində quraşdırılmış xüsusi cihazlar vasitəsilə elektron protokollar tərtib edilir və əgər həmin şəxsin hərəkətləri digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradarsa, bu halda radio cihaz vasitəsilə digər patrolların da həmin əraziyə cəlb olunması və həmin sürücünün elə yerində saxlanması həyata keçiriləcək. Şöbə rəisinin sözlərinə görə bu xidmətin qanuni əsasları da var. Azərbaycanda yol patrol xidməti haqqında təlimatın 3-cü maddəsinə əsasən yol patrol xidməti gizli formada da aparıla bilər. Təlimatda həmçinin qeyd edilir ki, əməliyyat xidməti nəqliyyat vasitələri ilə aparılan nəzarət aşkar, gizli və qarışıq olmaqla 3 növə bölünür. Gizli nəzarət xüsusi rəng qrafikası olmayan əməliyyat xidməti nəqliyyat vasitələrində mülki geyimdə olan müfəttişlər tərəfindən əsasən günün işıqlı vaxtında aparılır. Bir çox ölkələrdə polislər gizli xidmət növlərini həyata keçirirlər. Rusiyanın paytaxtı Moskvada da bu ilin noyabrın 12-dən etibarən gizli yol patrolları xidməti fəaliyyətə başlayıb. Yanvarın 1-dən isə bu patrollar bütün Rusiya ərazisində xidmət edəcəklər.